Tovuz şəhəri Mirzə Ələkbər Sabir küçəsində yerləşən dönərxanaların birində 36 nəfər zəhərlənib. Zərər çəkənlərin sözlərinə görə onların səhhətlərində dönər yedikdən sonra ciddi narahatlıqlar yaranıb. Yedim 1-2 saat sonra gördüm pis edirəm. Uşaqlara dedim, onlar bura gəldi. Elə stendot qoşdular. Kustum, onu dörtdü, çöpə apardıq, dedik bəlkə çöpdəndir. Gəldik, gördük, yox, bura dolub xəstə ilə. Tibbi ərazi bölmələrini idarə etmə birliyinin yaydığı məlumata əsasən hospitalizasiya olunmuş şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Xəstələr arasında azyaşlılar da qeyd olunur. Onların vəziyyəti orta ağır dəyərləndirilir. Xəstələrə lazımi tibbi yardımlar göstərilib, müayinə və müalicələri davam etdirilir. Hal-hazırda heç bir həyat təhlükəsi yoxdur. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, müvafiq qurumun əməkdaşları ilə birlikdə araşdırmalar aparılır. Agentlik mütəxəssislər tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülüb və laborator müayinələrə cəlb edilib. İctimai İAŞ müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Hal-hazırda araşdırmalarımız davam etdirilir, nəticələri ilə bağlı əlavə məlumat veriləcək. Vətəndaşlar dönər alarkən onun içərisindəki məhsulların keyfiyyətinə tam əmin olmalıdırlar. Çünki dönərdən zəhərlənmə hadisələrinin çoxu ucuz və mənşəyi bilinməyən ətdən və vaxtı keçmiş mayonezdən olur. Qida mütəxəssisləri dönərdə istifadə olunan məhsulların saxlanma şəraitinə də diqqət çəkirlər. Əks halda bu məhsulların hər biri yüksək risk qrupuna aid olduğuna görə keyfiyyətinin tezliklə yüksək temperaturda itməsi nəticəsində qida zəhərlənməsinə səbəb ola bilər. Xüsusilə immun sistemi aşağı olan insanlar, az yaşlılar, yuxarı yaşlılar, xroniki xəstəlikləri olan insanlarda daha tez zəhərlənmə faktoru özünü göstərə bilər ki, immun sistemi güclü olan insanlarda isə bəzən maddələr mübadiləsinin pozulması, həzm sisteminin pozulması kimi faktorlarla da ortaya çıxa bilir. Bir sözlə, vətəndaşlar dönər alarkən diqqətli olmalıdırlar. Çünki bu, az yaşlılar üçün daha təhlükəli nəticələrə gətirib çıxara bilər.